Yəni birinci növbədə mən deyərəm bu faizləşin təyin olunmasıdır. Hı -hı. İkincisi monetar siyasətdir. Hı -hı. Bu daxili, yəni valyutanın dəyərini saxlamaq üçün hansısa bir dəyişikliklər etmək və ümumiyyətlə valyuta siyasəti Mərkəzi Bankın nəzdində olur. Mərkəzi Bankın əsasən çox sayda belə çox hallarda çox böyük qüvvəsi olur. Həm valyuta kütləsini təyin edə bilər, inflyasiyaya kifayət qədər təsirlər göstərə bilər. Həmçinin daxili iqtisadi qərarlar da verə bilər, hansı ki, ölkənin monetar siyasətinin daha da gücləndirilməsinə nəticə çıxara bilər. Yəni mən məsləhət görürəm ki, əlbəttə ki, bunların hamısını diqqətlə izləmək lazımdır. Trader mütləq bilməlidir ki, nə baş verir. Həm öz ölkəsində, həmçinin də ki, hansı o cütlüklərə nəzərə saxlayır, onlara da baxmaq lazımdır. Çünki belə əsas iqtisadi faktordan, geosiyasi faktordan savayı Mərkəzi Bankın siyasəti çox vacibdir. Həmçinin də burada belə bir faktor var, ticarət münasibətləri var. Məsəl üçün biz son günlərdə görürük ki, son aylarda deyərdim ki, Trump Amerikanın prezidenti qərarlar verir, əlavə tariflər tətbiq edir. Bu əlbəttə ki, o nəticə göstərəcək. Bu yəni mütləq olacaq. Yəni bunlar da bu xəbərləri mütləq izləməlidir bir trader.